Bu gördüyünüz kişi mənim atamdır və bu haqda birazdan danışacağım. Yenə Heydər Əliyev aeroportu və Litvaya gedirəm. Qəribə adam hisslər keçirdi. Çünki 60 yaşında atam gəlib yola salır hələ də məni. Adam burada bir parçasını qoyur, ailəsini qoyur. İnanmıram ki, kimsə keyfə getmək ayrı məsələ, amma pul qazanmağa gedən adamlar, həyatını qurmağa gedən adamlar, inanmıram ki, buradan sevinə-sevinə, qaça-qaça gedir. Əgər ki, təbii ki, normal ailəsi varsa. Ona görə adam pis olur. Yenə də yeni bir yolculuq başladı. Yenə də yeni bir macəra başladı. İnşallah ki, sağ-salamat olar. Dünyamız, nə bilim, ölkəmiz əmin-amanlıq olsun. Görək haracan gedir. Heç vaxt istəməzdim ki, amma təbii, səmimi etiraf eləmək istəyirəm ki, heç vaxt istəməzdim ki, gəncliyimin 5 ilini belə deyim də, belə başqa ölkədə, miqrant kimi, nə bilim, xarici vətəndaş kimi yaşayım. Ailədən uzaq, ailənin yaşlı vaxtında ailədən uzaq gedirsən. Dostlarının evlənən vaxtı, sən uzaq qalırsan hər şeydən. Gəlirsən, görsən ki, şəhərin, doğma şəhərin dəyişib, doğma ölkün dəyişib. Amma həyat budur da, bir yerdə dayanmırsan. Ata-babalarımız necə köçəri olub, necə heyvanlar köçəridir, quşlar köçəridir. Allah hamımızı qorusun. Bütün qürbətdə yaşayan və Azərbaycanda olan bütün Azərbaycanlıları Allah qorusun. Hələlik. Bir də neçə ay sonra bu torpaqda görüşmək ümidi ilə. Hələlik.